İmam Zaman ağaya müntəqim deyirik. Müntəqim intiqam alan deməkdir. Və bunu bəziləri səthi mənada başa düşür ki, elə bir kəsin babasını öldürüblər, gəlib burada intiqam alır. Axı keçən dəfə dedim, kimdən intiqam alsın ki, babasını öldürənlər də yoxdur indi. Burada söhbət o dəyərləri bərqərar eləməkdən gedir. Gələcək hədis buyurur ki, Kərbəla ilə bağlıdır. Kərbəlanın dəyərlərini gətirəcək. İmam Zamanın ilk şuarı İmam Hüseyin olacaq. Niyə İmam Hüseyinlə başlayacaq? Bax, maraqlı məsələdir. Niyə Kərbəlaya istinad eləyib hərəkatın başlayacaq? Nə sir var burada? Bugün növbə İmam Hüseyinə gəlib çatıb. Bunu tam məsuliyyətlə deyə bilərik. Növbə İmam Hüseyinə gəlib çatıb. Növbə Kərbəla mövzusuna gəlib çatıb. Həm ictimai baxımdan məsələlərə baxsaq, həm fərdi baxımdan Allaha getmək yolumuzu ən qısa eləyən, asanlaşdıran vasitə İmam Hüseyin əleyhissalamdır. Biz Allaha daha tez çatdıran və bəşəriyyətə nicat verəcək ən vacib əqidə Kərbəla əqidəsidir.